İşğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən həyata keçirilən geniş miqyaslı bərpa və yenidən qurma işləri öz bəhrəsini verir. Cəbrayıl şəhəri yenidən öz doğma sakinlərinə qovuşur. 30 ildən artıq məcburi köçkünlük həyatı yaşayan ailələr bu gün böyük qürur hissi ilə yurdlarına dönərək yeni həyata başlayırlar. Doğma evinin qapısını yenidən açan qəhrəmanlarımızdan biri də təqaüdçü Ziyalı ailəsi, Validə Həsənova və onun ömürgün yoldaşı Ramiz İmanovdur. İndi tək bu Cəbrayılın üzü yox, kətləri də, bunun dağı da, yamacı da, çayı da, kəhrizi də, hamısı bizim üçün əzizdir. Hamısı bizim üçün doğmadır. Burada qayda belə idi də. Heç vaxt tək-tək dəvətnamə yazmırdılar ki, filan kəs sən gəl toya. Bir nəfər çıxırdı, gəlirdi, deyirdi, ay maarifin işçiləri, filan kəs toy eləyir, səhər filan kəs toy eləyir. Gedirdi xəstəxanaya toy eləyir, mədəniyyət şöbəsində filan kəs toy eləyir. Bütün idarə müəssisələrə gedib deyirdilər ki, toy eləyir. Tay, heç kimə dəvətnamə yazmır. Hamı bilirdi ki, səhər toya gedəcək. Biz işə gələndə toy paltarı gətirdik özümüzdən işə. İşdən sonra biz paltarımızı geyinirdik, gedirdik toya. Müharibənin ilk illərinin ağır sınaqlarından danışan Validə xanım 17 yaşlı böyük oğlunun onlardan xəbərsiz könüllü olaraq Şuşa müdafiəsinə yollanmasını, sonra atası ilə birlikdə Cəbrayılda yaradılan Ziyalılar batalyonunda çiyin-çiyinə vuruşduğunu qürurla xatırlayır. Böyük oğlum 17 yaşında buradan getmişdi. Mənim özüm də cavandım, 39 yaşımda getmişəm buradan. Amma artıq mənim oğlumun ailəsi gələndə qızının 23 yaşı vardı, oğlunun 22 yaşı vardı, balaca qızının da hardasa bir 16-17 yaşı vardı. İlk köçə mənim oğlum balaları ilə qayıdıb gəlibdi. Gəlinim də burada Mehdizadə adına məktəbdə müəllim işləyir. Bizim püşkümüzə düşən ev 2 balqonu var. Biri xarabalığa baxır, biri bu tərəfə baxır, qurulan evlərə baxır, qurulan həyata baxır. Ömrünün böyük hissəsini Cəbrayılın idman və ictimai həyatını əks edən güləş üzrə idman ustası Ramiz İmanov isə vaxtilə rəhbərlik etdiyi idman cəmiyyətindən, rayonda ilk sürücülük məktəbinin qurulmasından və inşa olunan 6000 nəfərlik stadiondan danışır. Sürücülük məktəbi 1000 nəfərdən yuxarıya adama sürücülük vəsiqəsi verdim. Sonra rayon partiya komitəsi məni qoydu, məsul idman cəmiyyətinin sədri. Orada bir gözəl stadion yaratdıq. 6000 yerlik stadion, idman zalı, onun ağaçlar əkdik, oturacaq. Sonra Cəbrayılın komandasının, deməli, biz Zaqatalada oldu Respublika çempionu. İndi biz gələndə mən sevindim ki, Allah sana şükür, Allah başına dönüb gəldim, öz doğulduğum torpağa rast oldum. Çünki Allah Teala bizi bu torpaqda yaradıb. Bu torpağı yaşayaq ki, bu torpağı biz qaldıraq. Allah bizi gətirib bura çıxardan Ali Baş Komandanımıza, Prezidentimizə ömür versin, uzun ömür. Mən fəxr edirəm ki, mən Cəbrailiyəm. Validə xanımla Ramiz müəllimin ömür hekayəsi 30 illik yurd həsrətini böyük qürurla silən bütöv bir xalqın böyük qayıdış rəmzidir. Uşaq gülüşləri ilə canlanan yeni, müasir binaları seyr etmək sadəcə bir ailənin sevinci deyil, bütövlükdə dirçələn Cəbrayılın, Qarabağın real mənzərəsidir.